Salam değerli Yusif Əmlak və Amir Əmlak səhifəsinin izləyiciləri. Değerli dostlar, sizlərə Şuşa qəsəbəsinin yaxınlığında Pətək Zəfər Marketin 300-400 metr yerində küçə asfalt, mərkəzi kanalizasiya, marşrut xəttinin tam yaxınlığında olan 3 sot torpaq sahəsinin içində 3 otaqlı fərdi yaşayış evimizin çəkilişinə gəlmişik dostlar. Evimiz nəzərdə çatdırım ki, obyekt üçün də yararlıdır. Yolun üstü, asfaltın üstüdür. Yəni obyekt də inşa edə bilərsiniz. Siz burada belənsin obyektimiz də var. Həyət evimiz şəxsi tikilidir. Yəni çox belə gözəl, məsləhətli evdir. Şərh bölməsində fikirlərinizi qeyd eləyin. Videolarımız kəşfətə düşsün dostlar. Pəncərələr öz həyətinə baxır. Bax burada bizim oturmaq üçün yerimiz var. Evimizin stil sistemi kombidir. Evimiz 5 daşın üzərində inşa olunubdur. Qoşa daşla inşa olunubdur dostlar. Evimiz şəxsi tikilidir. Buyurun evimizin daxili ilə mən sizləri tanış eləyim dostlar. Evimizin stili sistemi kombi sistemidir dostlar. O da ki, ehtiyat üçün də birdən olsun ki, ev soyuq oldu, kombi nasaz oldu. Bax bunu işə salırlar. Bax Emin bəy, bura bizim hamam otağımızdır. Burada bizim bir şirin mətbəxtimiz var. Ev çox gözəl, məsləhətli evdir. Qiymətə daxildir mətbəxtin mebeli dostlar. Sonra bu qonaq otağından mən sizə başlayayım, tanış eləyim. Bura bizim qonaq otağımızdır dostlar. Bax elə çay da ortadadır. Bax çay yerinə düşərdi. Prosto elə vaxt gəlmişik ki, ev sahibi çay içir. Şirin olsun. Bax burada bizim bir ailə yataq otağımız. Kifayət qədər genişdir. İstənilən mebeli gördüyünüz kimi uyğun olaraq yığdırıbdır. Burada bizim əlavə olaraq 3-cü yataq otağımız dostlar. Evimizin qiyməti 76.000 manat. Real alıcı olsa endirim evin sahibi tərəfdən olacaq. Kimə maraqlı olsa bizim səhifəmizə takib atsın, şərh bölməsinin fikirlərinizi qeyd edin. Diqqətiniz üçün təşəkkür edirəm.